Sən dediyin vaxtı knopkalı telefon var idi, az yandı ürəyimin başı. Ruçka tapıb cüzbala ilə məktub yazırdılar bir-birinə. Çömçə quyruq. Yaxşı eləyib deyirəm, əcəb eləyirəm. Mən dərimi reklam eləyirəm. Yaxşı eləyib deyirəm. Gecə makyaj, gündüz makyaj. Hara gedirsən? Heç nə, anonla, dədönlə gəzməyə. Gözləyirlər məni. Taksidə sən olasın. Lanqı kimi gəlib çömçə quyruqluq eləməsən ölərsən canlıdır şeydə. Burada. Belə yaxşıdır, hə qızlar? Dişimin yarısı düşüb qızlar, yağışda düşdü, itdi, tapa bilmədim. Suların çəkilməyini gözləyirəm. Çəkilsin, tapacam. Çıxart filtri baxaq. Nə edirsən, nəyimə baxırsan? 2 uşağım var, doğmuşam, törəmişəm, tökmüşəm, ailəliyəm, evliyəm. Nəyimə baxırsan mən? Filtri çıxartdım, çıxartmadım. Sənin üçün dəyişən nə olacaq ki? Neyvə lazımdır. Çox maraqlıdır mənə. Filtri çıxart baxaq. Elə bil best modul zad gəlmişik. Nəyinə baxırsan? Qutabçı bacundur da. Makyaj var. Nə edirsən? 4D ödül, 3D ödül. Hardan gəldi, yaxıb yaxışdırmışam üzümə. Ölüm də bir makyaj eləməyi bilirəm. Qutabı necə pişirib yağlayırdım, üzümü də elə pazlamışam. Yağlamışam, bax, bağışlayın. Sağ ol, necəsən? Çox sağ olun. Canlı görmüşəm səni Qayalı marketdə. Canım mənim, necəyəm? Zəhmət olmasa o Qayalı market sözünü yazanı sabitləyin. Saç rənginə də əsmər qoyub. Az açılıb gedib qoyacam. Alabla boz keçi oxşuyur. Ay Allah, aycan düz deyir. Hə valla. Yox, nə edirsən? Neyvə lazımdır? Hə? Qutabı pişirirdim, gözləyirdim ki, pişib qutarsın, yağlayım, mazlayım, şotqalayım, verim yesinlər. Bax, o da belə bir şeydir hələ. Hardan gəldi, yaxıb yaxışdırmışam, əvlasan. Nə edirsən? Əsas odur bu qəlbin təmiz olsun, qəlbin gözəl olsun. Makyaj zat hamısı boş şeydir. Çox bilmişsən, hələ məni qədər çox biləsən. Hələ mənim qədər həyat yaşayışın olsun. Çox sağ olun, pay yığan. Ay, sənin Allah belavı versin, yalan. Qızlar, ekranları tıklayın da zəhmət olmasa. Hərəniz bir də qalbim əllərində bacınızı atarsınız. Allah yolunda maaşı da qaytaracam. Bu ayın axırı demirəm, bayramda alıb yemişiyamsın. Gələn ayın axırı qaytaracam inşallah. Düşmədi, məsələn, oteli niyə pisə yazırsan ki, ailənlə, uşaqlarınla, bu boyda bizim rayonlarımızda, bölgələrimizdə böyük 5 ulduzlu otellərimiz var. Gedəndə harda qalırsan? Oteldə qalanlar bəyən pisdir. Sən kimi elə sarsaqlardır da otel deyəndə cəmaat pis başa düşür. Getmirsiniz, ay burada 2300 nəfər adam var. Ailəvizlə bir yerə çıxanda gedib oteldə qalmırsınız. Şəki Palas var, Qəbələ var, sonra Tufandağ var, Şahdağ var. Bu qədər İsmayıllıda bu qədər otellər var. Vallah da, hə, yo, bunlar şeydilər. İmam Peyğəmbər balası, əstəğfurullah. Maşında gecəliyirlər bunlar. Cavab ver, aycan. Sana başıma dönərəm. Necəsən, umuda kələpçə vurulmaz, xoş gördük. Hə, nə olacaq ki? Ev tutub qalırıq. Dəxli nədir ki, evdə onun tayıdır da, nə olub cücüyə? İndi sənin otel sənin üçün uyğun qiymət deyil ki, gedib ev tutursan da, nə olsun, mən də gedirəm şəxsən. Mən ildə 2 dəfə istirahət edirəm, normalni. O da ölçü xarici falan yox, hələ mənim o gücüm yoxdur. Mən rayonlara gedirəm. Qəbəliyə, İsmayıllıya, Afrem ev tuturam. Can Rəngarəng xanım, çox sağ ol ürəyim. Mən Afrem ev tuturam, yığıram ailəmi, balalarımı, gedirəm 3 gün orada super istirahət edib gəlirəm, hovuzda həyat tuturam. Qalıram, çıxıb gəlirəm. Çünki otel mənə sərf eləmir. Nəyə görə otel mənə sərf eləmir? Oteldə rahat ola bilmirlər mənim uşaqlarım. Baxma, səs-küy ilə, amma Afrem ev rahat evdir, o başqa məsələ. Amma məsələn, 4 gün getdim İstanbulda qaldım, getdik oteldə qaldıq. İndi mən İstanbulda gedim, hardan ev tapım mən? Haram var, kimi tanıyıram orada? Keçən il Qəbəliyə getdim 3 gün, 4 gecə, 3 gün, 3 gecə, 4 gün Qəbələdə qaldım. 5 gecə, 6 gündə yardımlıda qaldım. Çox gözəl idi yardımlı qızlar. İndi bu yaxınlarda ya Lənkərana gedəcəm, ya da Qəbəliyə. Çox sağ olun. Prosta getmir də, Elnur getmir. Uzaq yol çıxa bilmir Elnur. Yox, ancaq uşaqlarla. Qızlarla Mərdəkanda ev tutmuşuq, ora gedəcək. Qızlar, paylaşacağım sizə. Qiyməti o qədər münasibdir. Üstü hovuzu da var həyətində. Yox. Elnura deyim, gəl gedək nənəmcilə salyana, qaça-qaça gedəcək. İçsi gedir onlardan ötürü. O pulu da ver, biz də gedək. Niyə başa düşmədim? Dərvin mənlə qazanıb, dərvin pulun yiyirəm, ərvin pulun yiyirəm. Bacı, səhərə qədər oturub burada diləmirəm, əziyyət çəkirəm. Qanunla, qayda ilə iş pulumu alıram. Mən oturub TikTokda pul yığmıram, başıma dönərəmsəm. Özü boyda uşaqlarım ola demirəm, pul atım, gedim.
Günür, xoş gəldin. Mən də bil istəyirəm, hə, valla. Pomidor gəldi, Bakıya oldu, çıxırtma. O söz köhnəli bir şey. Allah hamının balalarını saxlasın. Allah hamının balalarını bəxtəvər eləsin. Allah hamının balalarını gözəl eləsin, xoşbəxt eləsin. Bir yerdə bərqərar eləsin. Sən də onların içində olmaqla ömrüm, qardaşın da, xalan uşaqları da onların içində. Sənə qurban olum, sənə ana qurban olar, sənə qurban olum. Sənin ayaqlarının altında ölüm, sənə mama heyran olar. Mənim minnurum, mənim gözəl, ağıllı qızım, qəşəng qızım. Nə istəyirsən? Nə istəyirsən? Hə? Nə istəyirsən? Hə? Zum. Nə? Dur, onu da alım. Bax, qonaq otağından gəldi. Gəldi, bildim də qonaq otağından gəldi. Qonaq otağına getdi. Allah səni də xoşbəxt eləsin. Allah səni də əməli salih balalardan eləsin. Allah valideynlərin elədiyi günahları Allah Taala balalardan çıxmasın. Allah sizi xoşbəxt eləsin. Mənim əziz, dəyərli övladlarım, əziyyətimin, zəhmətimin, səbrimin mükafatı. Allah sizi saxlasın. Mama. Dur, bəsimizdir bu qədər. Yadındadır, mən bunu qoyurdum sənə. Hə. Mən bu ipi saçımı dara, dişini sürt. Gedirsən həkimə məndən. Dişin ağrıyır? Hə. Ağrıyır dişin? Əməli başladı. Doğrudan? Get davay, dişini sürt. Ağzını yaxala, gəl çay iç, şirin çay iç, çıxaq. Biraz ağrısı keçib ama neyse. Minuş gedirsən yoxsa həftə sonu gedək? Gedəyəm. Az ölməyə gedirsən, yox ürəyim. Həmişə mən onlar yatdığı yerdə mən gedib onları əzizləyirəm. Yox, Allah eləməsin. Bilmək olmaz, bəlkə də ölərəm. Amma arzulama heç kimə ölüm. Ayındayam. Mənə nə arzulamısınız? Mənə qarşı ürəyinizdən, ailəmə, balalarıma qarşı ürəyinizdən hansı niyyəti keçirtmisinizsə Allah sizi o niyyətlərinizə çatdırsın inşallah. Allahdan razı çoxları kimi zıqqıldamırsan, o nə deməkdir ürəyim? Allah sizdən hər zaman razı olsun. Öpürəm sizin hər birinizi, sevirəm sizin hər birinizi. Allah hər zaman sizi sevsin. Allah hər zaman sizin ürəyinizə görə versin. Nə yaxşı ki varsınız, hər zaman da var olun. Səni də öpüm. Ədə itil, az itil. Öpdüm.